Belə də mənim Mazdadan. Salam əleykum, mən Vəliyev Paşa Malikoğlu. Mən burada 4-ün 10-a özümə köməkçi sahə tikmişəm yol qırağında. Yəni qanunvericilikdə belə bir şey var ki, 90 kvadrata qədər özünə köməkçi sahə tikə bilərsən. Mən də özüm üçün burada bir köməkçi sahə tikmişəm özüm üçün. Onu da hissə-hissə, yavaş-yavaş, yəni belə də imkan olduqca uşağımı boğazından kəsərək bu işi yavaş-yavaş görmüşəm. Damın vurmuşam və Sabunçu rayonunun icra hakimiyyəti nümayəndələri tökülüb və burada söküntü aparıblar. Orada içində bunların Sabunçu icra hakimiyyətinin nümayəndəsi kimi göstərib, özünü Elnur şəxsli bir adam gəlib burada, yəni əlbəyağa çıxıb burada bu söküntünü aparır. Amma mən maraqlandığım üçün maraqlanmışam. Bu adam icra hakimiyyətinin nümayəndəsi deyil. Şəxsən onlar tərəfindən irəli buraxılmış bir adamdır. Burada əl qoyulan bu tikintini bir dəfə əslində söküntü eləyiblər. Qabağın söküntü elədi, getdi. Mən şikayətimi prokurorluğa bildirmişəm. Prokurorluqdan da gəliblər Sabunçu prokurorluğuna məlumat gəlib. Oradan da baxıblar, bu Elnur şəxsli adamı çağırıblar ora. Ondan da izahat alıblar. Nətər örtbasdır eləyiblərsə, yəni bağlayıblar, söhbəti gedib. İndi də ki, dam vurulmuşdu da burada. Bəli, dam vurulmuşdu. Dam vurulub saxlanmışdı. Bu 40 kvadrat yerdir. Qanunverici Sənəti də var. bəli, qanunluq küçəsi var. Bu qanunluq küçəsi var burada. Bu da bu sənətdəki Abşeron rayonuna aiddir bu yer. Abşeron ərazi olaraq Kürdaxana. Bəli, Kürdaxana ərazisi sayılır. Bu şəxsdəki, yəni konkret burada əl qolla hərəkətlər, məsələn, yəni icra hakimiyyətinin rəsmi itisi deyil bu. Yəni öz bildiyi kimi burada at oynadır da, gəlir konkret əl qolla Sabunçu polis bölməsinin hamısını tökür bura, əlində bir əsas yox. Biz kadrlara baxdıq, deyəsən polis heç bacara bilmir. Polis bacara bilmir, polisi hamını itələyir hərəsin bir tərəfə. Yəni deyir ki, mən burada yəni ağayam da, belə göstərir. Çünki yəni görüntüləri də var məndə. Açıq aydın çəkmişəm, bir 4-5 dəqiqə görüntüsü var. Neçə vaxtdır bu söküntü oldu? Söküntü dünən olub. Dünən hardasa 11-12 radələrində olub. Ayın 6-sı, mayın 6-sı. Bəli. Yəni konkret bu heç kimi saymır. Cənab prezidentimiz yəni elə bir qərar verdi ki, vətəndaşları incitməyin, sahibkarlara toxunmayın. Amma baxıram mən bu adam heç kimi saymır, konkret. Mən uşağımı boğazdan çəkim, mən burada 90 kvadrat qanunvericilikdə bir şey var, tikə bilərsən. Mən də qanunlu kupçamdan burada 40 kvadrat özüm ustayam.